videonu görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam değerli izleyiciler, hoş gördük her birinizi, her birinizin her vaxtınız xeyir olsun. Değerli izleyicilerimiz, bu günləri 4 dənə aliyə ərzaq veriləcəkdir. Allah yardım eləyən qardaşlarımızın canını sağ eləsin, ruzi bərəkətlərin bol eləsin. Allah malınıza, mülkünüzə bərəkət versin. Allah bəndəsi 5 manat göndəribdir və gözəl qardaşımız Şəmkirli Eyşən qardaşım, təşəkkür edirəm sənə. 11.000 göndərib, onun 10.000-ni deyib ərzaq balyarsan, 1000 rublu da sənin yanacaq pulunu təşəkkür edirəm və bir Allah cibinizə bərəkət versin. Moskvadan Saday qardaşımız 1000 rubl göndərib və bir Allah bəndəsi 1700 rubl. Allah malınıza, mülkünüzə bərəkət versin. Salam aleyküm, hər vaxtınız xeyir, xoş gördük. Nətərsiz hanım? Aman ne yox. Zəhra balam, nətərsiz? Mazən gəliyəm buydu, elə. Deməli, gözəl izləyicilərimiz, bir pay mənəyə gətirmişik. Zəhra balamız mənə zəhvurmuşdu ki, xeyqanəmi. Verilişlərinizə baxırıq, ehtiyacı olan insanlara yardım edirsiniz. Atasız böyüyür. Allah kömək olsun. Sağ ol qadın. Allah köməyinizdə olsun. Çox sağ olun. Allah sizə dəyməsin. Allah yaxşı Gəbəri deyir bala. Çox sağ olun. Allah ömrünüzü Sağ olun. Şirin ağızla yiyin. bunları göndərənin canını sağ eləsin. Allah sizlərə dəyməsin. Şəmkirli Elişən Allah qardaşımızdır. ona dəyməsin. Allah sizlərə 10.000 rubl göndərib. Allah bəndəsi 1700 rubl Çox göndərib. sağ olsun. Onların ömrü uzun olsun. Allah həmişə onlara versin, onlar da bizə kömək etsin. Amin, amin. Səhər işləyirdim, dedim gelin sizə. Şirin ağızla yiyin. Sağ ol, qazan alım səni. Çox sağ ol. Oruçluq bayramınızdan mübarək Sağ ol, sizə olsun. qurban olum. Çox Oruçluq sağ olun. bayramı bütün Azərbaycan xalqına Sağ olun, tükərli qadın olsun. olun, sağ olun. Qürbətdə yaşayan Azərbaycanlılarımızı gözə görünməz Allah qorusun. Amin. Sizə qurban olum. Allah Belə demə. dəyməsin elə Belə olanlara. demə. Çox sağ ol. Sizlərə dəyməsin. Şirin Sağ ol. ağızla yiyin. Gedəyim bir çay. Sağ ol. Gözəl izləyicilərimiz, növbəti bir payımızda bir ana qalır tək tənha. Seyid Peyğəmbər evladıdır. Növbəti bir payımızda gətirmişik Şuaniyə. Allah qəbul eləsin. Allah qardaşlarım, gözəl qardaşlarımız, Eyşən qardaşımız Şəmkirli. Allah malınıza, mülkünüzə bərəkət versin. Moskvadan Saday qardaşım. Allah canını sağ eləsin. Allah ruzunuzu bol eləsin. Və bir Allah bəndəsi 1700 rubl pul göndərib. Təşəkkür edirəm hər birinizə. Allah malınıza, mülkünüzə bərəkət versin inşallah. Hər payımızda 55 manatlıqdır. Stop elə də var. Salam aleyküm, hər vaxtınız xeyir. Xoş gəlmişsiniz. Çox sağ olun. Həmişə siz gələsiniz. Gələn ayaqlarınız var olsun. Çox sağ olun. Allah köməyiniz olsun. Yardım eləyənlər də Allah köməyində dursun. Həmişə qardaşları bol olsun, canları sağ olsun. Allah sizə də kömək Çox olsun. sağ ol. Cəddim də sizə həmişə yar olsun üstünüzdə. Köməyinizdə Amin, dursun. amin. Bax bu yardım eləyənlərin Allah əlindən tutsun həmişə. Amin. Çox sağ olun. Allah köməklər olsun. Oruçluq bayramına görə gözəl qardaşlarımız pul göndərib, ehtiyacı olan sağ insanlara olsunlar. bir fayda sizə gətirdik. Allah qəbul eləsin. Hə, amin, amin. Allah canlarını sağ eləsin. Allah Amin. həmişə var eləsin. Amin. Bol olsun. Ruziləri, bərəkətləri həmişə bol olsun. Çox qəbər nəmiş? Gözəl izləyicilərimiz, nəmiş balamıza bir pay. Nəsə nə demək? Vəziyyət. Yaxşı sağ ol. Nəmiş? Əmlər pul göndəribdi. Sənə ərzaq gətirmişik. Bayram, oruçluq bayramıdır. Bütün oruç tutanların Allah orucun qəbul eləsin. Amin. Nənə nə? Nənəm evdə biraz yatır. Ağrıyıb biraz. Elə? Onu da qoy özüm aparım bu gün. Aparam məsən sən. Hə, nəmiş? Ne görmüyor bura? Nağaysan, nətərsən? Ne görmürsən? Hı? Biraz ayaqlarım ağrıyır ama onda yaxşıyam. Nətər? Biraz ayaqlarım ağrıyır ama yaxşıyam. Ayaqların ağrıyır, bez yaxşısan. Hə. Məktəbə getsən. Hər gün evdə dərs keçirəm mən. Evdə Müəllimlər dərs evə gəlirlər, hə.
Sağ yardımı göndərən əmilərə Allah can sağlığı versin. Allah köməklər olsun. Sağ Allah ol. ciblərini dolu eləsin. Sağ ol qadanam. Şirin ağızla gedə bilərəm. İcazə verirsən. Ağıllı Sağ ol, bala, qızım. ağıllı bala. Oldu, gedək. Sağ ol. Dəyərli izləyicilərimiz, növbəti bir payımızı da hazır gətirdik. Burada 2 dənə uşağı var. Allah saxlasın bütün balaları. Oruçluq bayramına görə bəzi pul göndərdilər. Ərzaq paylayırıq. Onun üçün payda bizə gətirdik. Şirin ağızla yiyin. Bunu gözəl qardaşlarımız göndərib. Çox sağ ol. Şirin ağızla yiyin. Köməkliyin köməyində dursun. Amin. Canını sağ olsun. Allah sevindirsin onları. Çox sağ ol, çox sağ ol. Dəyərli izləyicilərimiz, elə bugünkü olan çəkilişimiz burada yekunlaşır. Allah Taala qazancınıza bərəkət versin, gözəl qardaşlarım, Elşən qardaşım və Saday qardaşım, digər adlarının çəkilməyini istəməyən gözəl qardaşlarımız. Allah ruzi bərəkətinizi bol eləsin. Gözə görünməz Allah Taala malınıza, mülkünüzə bərəkət versin. Allah ruzinizi bol eləsin, canınız sağ olsun. 4 dənə ailəni bu günlərim 55 manatlıq ərzaqla sevindirdik. Allah da sizləri sevindirsin. Allah qəbul eləsin, gözəl qardaşımız.